Salam əziz dostlar, yenə vətəndaş müraciəti Cəlilabad rayonunun Qarakazımlı kəndindən Məmmədov Üzeyir Namiq oğlu. Adam bir ildən artıqdır ki, işsiz qalıb. Adamın həyatı çətin vəziyyətdədir. Bizə bir video müraciət göndərib. Deyir ki, Elnur Şükürov bunu yayımla. Bildirir ki, mən dəfələrlə icra hakimiyyətinin qəbulunda olmuşam. İcra hakimiyyətinin başçısı kəndlərdə gedir, görüş keçirdir. Ümumiyyətlə bu kəndlərdə olan səyyarı görüşdən ayrıca danışacağım. Xüsusən Cəlilabad rayon icra hakimiyyətinin keçirdiyi görüşdən mənə icra nümayəndələri yazırlar. Bəziləri, adını çəkmək istəmirəm burada. Kağız puludur, nə bilim orada mağar puludur. Başçı gələndə mağar qururlar, o pulu bizdən tuturlar, mənə yazırlar. İndi görək Məmmədov Üzeyir Namiq oğlu nə deyir? Sonra fikirlərimi mən bildirəcəm dostlar. Mən Məmmədov Üzeyir Namiq oğlu, Cəlilabad rayonunun Qarakazımlı kəndi. Mən bütün aidiyyəti qurumlara müraciət elədim işimlə bağlı. 6 il idi dost iş mərkəzində işləyirdim. Yəni ailəmi, uşağımı dolandırırdım. 1 ilə yaxındır məni işdən çıxardıblar. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, regionun Astara, Lənkəran regionuna müraciət eləmişəm. Hələ ki 1 ildir mənə deyirlər ki, gözlə. Cəlilabad rayonunun məşğulluq idarəsinə müraciət eləmişəm. Cəlilabad rayonunun icra hakimiyyətində qəbulunda olmuşam. Aidiyyəti qurumların hamısına müraciət eləmişəm. Mənim heç bir şikayətimə baxan yoxdur. Heç yerdə mənə nə iş təklifi gəlib, nə bir şey. Mənə qayıdıb deyirlər ki, öz başlarından götürüb məktub qərar veriblər ki, güya mənə heyvandarlığa, ged orada heyvandarlıqdan keçişinə, nə bilim 2 ildən 1 ildən sonra sənə bal toplayacaqsan, sənə heyvan verəcək. Mən ona imtina eləmişəm. Heç mənə o təklif də gəlməyib. Özlərindən götürüb belə regionluğa müraciət ediblər. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət eləmişəm ki, Nurgeni bu boyda Cəlilabad rayonunda kommunal təsərrüfatında bir iş yoxdur. Cəlilabad rayonunun kommunal təsərrüfatının müdürünə İslam müəllimə müraciət eləmişəm. O da deyir ki, bizdə vakant yeri yoxdur. Mən Elnur müəllimdən xahiş eləyirəm, aidiyyəti qurumlardan xahiş eləyirəm. Elnur müəllim, mənim bu səsimi videomu işıqlandırasan və geçsin ünvanına çatsın. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə yenə deyirəm ki, mən heç bir yerdən gəlirim yoxdur. Mənim az yaşlı övladım var, evimdə onkoloji xəstə var. Yəni mən dolana bilmirəm, gəlir sahəsi yoxdur. Bəli, indi bəziləri qayıdıb deyəcək ki, nə bilim, kənd yerində yaşayırsan, valla görgüəti ilə əmələ gəlmir. Mən inəyəm ki, elə axşam Elnur müəllim, sizə mən təşəkkür edirəm. Allah sizin canınızı salamat eləsin. Mən baxıram, izləyirəm. Yəni mediada elə bir vəziyyətdir ki, yəni sizə baxıb bir cavab yaza bilmirəm ki, bir köməklik, nətər deyim, mənə də deyim, bir köməklik eləyə biləsiniz. Xahiş eləyirəm, mənə bir köməklik eləyəsiniz. Xahiş eləyirəm. Belə, əziz dostlar, Məmmədov Üzeyir Namiq oğlu müraciət edir. Aidiyyəti qurumlara işsizdir, kömək istəyir. Mən bu icra hakimiyyəti başçılarının qəbulundan eyni zamanda səyyarı görüşlərindən danışıram zaman-zaman. Eyni inkubator düzələri kimi, eyni formada, eyni qəbullar əksər rayonlarda belədir. Bir icra hakimiyyətinin başçısı il ərzində bir kəndə 2 dəfə, 3 dəfə qəbul proqramı salır. Vətəndaşlar eyni, problemlər eyni, həllini tapmayan problemlər eyni, qaldırılan problemlər eyni. Bir problem həllini tapmır. Biz yoldan danışırıq, yol problemindən. Həmən icra hakimiyyəti başçıları o yoldan 10 dəfə gedib gəlirlər. Siz o yolu gedəndə doğrudan yolda yatırsınız, ya gözlərinizi bağlayıb gedirsiniz. Eyni zamanda qaz problemi. Qardaş, bu vətəndaşlar bizə yazırlar da, bu Cəlilabadın kəndlərindən demirlər sizə, hörmətli başçı, bu mal bazarı işi nə olacaq, yol işi nə olacaq, qarşıdan qış gəlir, bizim qaz məsələmiz nə olacaq, işsizlik oradan. Bu nədir? Hələ oradan icra nümayəndələri də bizə yazırlar. Mən az öncə dedim ki, biz mağar qururuq. Başçı o günün altında vətəndaşları saxlayandan sonra göstəriş verib ki, hər kətdə mağar qurulmalıdır. Mağarın pulunu biz verdik, kağız pulu verdik, nə bilim, nə pulu verdik. İcra nümayəndələr, adlarını çəkmək istəmirəm. Yazırlar ki, biz bezmişik. Qardaş, adamları bezdirmək olmaz ki. Belə dostlar, yayımımızı bəyənin, paylaşın. Kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın. Salam.